قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. آيات الله حمتني غمرتني بالبركات، تحفظني من همزات الشيطان ومن زلاتي. آيات الله حمتني غمرتني بالبركات، تحفظني من همزات. Bismillahirrahmanirrahim. Salam əziz tamaşaçılar. Tibyan layihəsi çərçivəsində dinin niyə cəmiyyətin və fərdlərin həyatının mərkəzində olmaması barədə mövzumuzu davam etdiririk. Yenidən efirdəyik və yenidən əziz alimlərimizlə, ekspertlərimizlə, qonaqlarımızla, hörmətli Arif müəllim Hənifəyev, İslam hüququ, fiqhi və hüquq elmləri üzrə fəlsəfə doktoru və Vaqif müəllim Quliyev, qərb fəlsəfəsi elmləri doktoru. Salamlayırıq, xoş gəlmişsiniz Arif müəllim. Aleykümselam. Təşəkkür edirik gəldiyiniz üçün. Xoş gəlmişsiniz. Gərgin beyin işidir, əziyyət veririk sizə, amma bunlar elə şeylərdir ki, bütün elmlər bunlara bağlıdır. Yəni, insanın həyatının əsas qayəsi, məramı, amalı düzəlməsə, nə olur olsun, o faydası ya yoxdur, ya da çox minimaldır. Yəni, o bu boyda potensialı ödəmir, cavab vermir. Mövzumuzu davam etdiririk. Mən yeni bir sualla, mövzuyla əlaqədə yeni bir sualla Arif müəllimə müraciət etmək istəyirdim. Allaha gedən yol deyirlər dini termində. Biz yaşayırıq, həyat davam edir, nəfəs alırıq, mənəvi, maddi həyatımız sürür. Din alimləri buna deyirlər Allaha gedən yol. Və bu da filosoflar tərəfindən isbat olunmuş bir şeydir, sübut edilmiş bir şeydir ki, hərəkətsiz heç nə yoxdur, hər şey hərəkətdən ibarətdir. Hərəkətsiz heç nə yoxdur, yox. Daha doğrusu elə bizim həyatımız, dünyəvi həyat hərəkətdir. Yəni, hər şey o zaman filan, hamısı hərəkətdən qaynaqlanan, intiza olunan mövzulardır, məfhumlardır. Bu hərəkətin adını İslam əxlaqı, İslam psixologiyası alimləri deyirlər ki, Allaha gedən yol və bu yolça da salik deyirlər. Salik, yəni məsləkdə, sulukda olan, hərəkət edən, Allaha gedən yol. Nədir bu Allaha gedən yol? Yəni, bunu biz həzm edək, şirinləşdirək, açıqlayaq, təfərrüatına varaq. Həyatımızda biz bunu necə başa düşək? Mahiyyəti nədir? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tayyibinə tahirin. Allah Teala insanı yaradıb bir hədəf üçün. Yəni, insanın ağlı da bu barədə etiqadi bəslərdə ki, deyirlər, yəni Allahın həm isbatı üçün bunu mətrə eləyirlər, bəyan eləyirlər ki, Allah Teala ki, yəni insan birinci növbədə Allahı, varlığını isbat eləyir, Allahın o sifətlərini isbat eləyir, hikmət sifətini bu cür. Sonra baxır xilqətə ki, Allah Teala xilqətdə ən böyük bir varlıq olan insanı yaradıbdır, bir gərək hədəf əsasında yaradır, hədəf üçün yaradıb. Hədəf olmasa, yəni Allahın o hikmət sifəti, böyük sifətlərindən biri olan hikmət ləğv olur, yəni beyhudə olur. Ona görə beyhudəçilik də Allaha yaraşmayan, Allahın o uca məqamına yaraşmayan bir işdir. Ona görə insan yəqinən bir hədəf üçün yaradılıbdır. O hədəf də indi insan öz ağlı ilə müxtəsər şəkildə, icmal şəklində bilir ki, üstün hədəfdir. Sonra vəhiy vasitəsilə Allah Teala Quranda ya hədislərdə bunu açıqlayıbdır ki, Peyğəmbərlərin vasitəsilə ki, hədəf odur, Allaha çatmaqdır. Ya əyyuhəl insanı innəkə qadihun ilə rabbikə kəthən fəmulaqi. Ey insan, sən daim hərəkətdəsən, siz buyuran kimi, çətinliklə hərəkətdə, məşəqqət ilə hərəkətdəsən,
Allaha tərəf, Allaha doğru. Düzdür istəyirəm, bu məşəqqətli hərəkətdə sən nə deməkdir? Yəni Allah Taala belə qərar verib ki, insan daim məşəqqətli hərəkətdə olsun ya nədir bu? Yəni həyatı Allah yaradıb. Yəni bunu biraz izah eləyərdiniz bizim Yəni üçün. maddi həyat o cür məşəqqətdir. Yəni ruh Allah tərəfindən gəlir insana verilən ruh yəni o maddiyyat ilə belə çətinliyi var da, maddiyyat ilə çətinliyi var. Maddi aləmdə yaşayış təbiətən indi bir baxışa görə çətindir. Əgər o ilahi baxış olmasa, o ilahi hədəf olmasa, o çətindir. Ona görə həqiqətdə də görürük. Bəzi o qeyri-dindarlar özlərin mənasız bilirlər o yaşayışı. Həyatı mənasız bilirlər, öldürürlər. Yəni onlar intihar eləyirlər. Bu, yəni o baxış ilə ki, yəni özlərində olan baxış ki, o ilahi baxış yoxdur, o hədəfi tutmurlar. O mərifət öz dərkləri ilə elə bu düz deyil. Yəni onun qərarı düzdür ki, yəni mənasızdır. Özü üçün düzdür. Özü üçün düzdür, yoxsa kənardan batil fikirdir. Haram işdir. Deməyim odur, yəni əgər Allah olmasa insanın həyatında bu Allah olmasa məna tapır. İnsanın həyatı məna tapır. Ona görə dediyim kimi, yəni puçluq, yəni o əqidəsini tapır ki, puçdur bu həyat. Siz buyurursunuz ki, maddi həyatdan qaynaqlanır məşəqqət, çətinlik. Yəni məsələn mələklər deyək, mənəvi aləmin sakinləri məşəqqətli deyillər o zaman. Belə çıxır. Elə çıxır. Peyğəmbər sallallahu əleyhidən ki, nəql eləyirlər. Azan vaxtı Bilala deyərmiş, ərihna. Dur azandı, bizi rahat elə. Məlum olur Peyğəmbər sallallahu əleyhi ki, o əzəmətdə ki, yəni də o Həzrət o da dünyada var imiş, yəni o böyük əzəmətli ruhu ilə. Allahın ən sevimli qulu o cürdür. Yəni görürsüz o maddi yaşayış əziyyətlidir. Yəni o əziyyətlidir. O dediyim ki, o ilahi ruhu ilə yəni o biraz sinxiyyət vardır. Sinxiyyət amma çətinlik vardır ki, yəni insanın ruhu, ilahi ruhu bu. Amma o çətinliyi aradan aparan o ilahi bağışdır. Yəni Allaha tərəf hərəkətdir, Allaha təvəccühdür və Allah bəndələrinə, Allahın xalis bəndələrinə, məsumlar əleyhissalama təvəccühdür. Ona görə yəni insan o həyatı təyyibə deyirdik. Yəni Allaha təvəccühü olsa, Allah diqqəti olsa məna tapacaqdır, ona asan olacaqdır yaşayış. Onda mən belə algıladım ki, dünyada əziyyət var. İnsan da bu əziyyətlərin içində mənəvi həyat sürməlidir. Sadəcə mənəviyyata önəm verən insan sanki bu əziyyətlərdən böyüyür. Əziyyətlər yenə var, amma bu böyüyüb. Yəni belə deyil ki, mömin insanların əziyyəti yoxdur. Yəni çünki Peyğəmbər sallallahu əgər əziyyəti az çox olubsa, bu deməkdir ki, hamı üçün var, amma bu artıq böyükdür. Əziyyətlərə görə əzab çəkməkdən böyükdür. Belə çıxır. Düz başa düşmüşəm. O cürdür. Yəni o Əsr surəsi ki, maraqlı Quranın surələrindən biridir. And içir əsrə. Əsrin indi neçə təfsiri vardı ki, bir təfsiri vardı ki, and olsun o çətinliklərə. O çətinlik, and olsun usur mənasında. O sıxmaq ki, nardır, üzümdür, sıxırlar, şirəsini ələ gətirirlər, canın. Sıxıntıya. And olsun sıxıntılara, çətinliklərə ki, adam sıxır, o həqiqətini çıxardır bizə. Yəni çətinlikləri Allah müqəddəs bir şey kimi and içmək qədər qiymətlidir. Bir təfsiri bu cürdür ki, bu sıxıntılar yəni insanı səbəb olur ki, Allaha tərəf yönəlsin. Allaha yönəltmək istəyir. Təcrübədə də belədir də. O cürdür. Yəni insan o həqiqətini çıxardır ki, sən həqiqətin şirəsini çıxardır da. O canının şirəsini çıxardır ki, sən busan, Allaha tərəf get. Allaha tərəf, ona görə bu çətinliklər yox. Yəni Allah Taala o hikmət üzündən qoyubdur. Yəni əvvəldən Həzrət Adəm əleyhissalamdan hikmət üzündən buyurun qoyubdur və bunlar da adam düzgün istifadə eləsə, düzgün baxışı ilə, mərifəti ilə istifadə eləsə, o böyük bir faydanı görəcəkdir, Allaha tapacaqdır. Vaqif müəllim, Arif müəllimin dediyi o söz
İnsanlıq çətinlikdə yaranıb. Mən nəyə sual vermək istəyərdim sizə? İndi öz bəhsinizi dəqiq davam edəcəksiniz. O mövzuya keçəcək ki, niyə bizim cəmiyyətimizdə bu virus kimi yayılıb məsuliyyətsiz həyat, yəni mənəviyyatı rədd edən həyat. Sualım budur. Çətinliyin fəlsəfəsini siz şəxsən bir filosof kimi, çətinliyin fəlsəfəsi. Mən yenə də salamlayıram sizi, Müzəffər müəllim, həmçinin ustadımızı Arif müəllim salamlayıram, tamaşaçıları. Mövzumuz təbii ki, hər kəsə bəllidir, neçə vaxtdır mövzunu davam edirik və maraqlı mövzudur, həyat mövzusudur. Təbii ki, biz buna aydınlıq gətirməliyik, addım-ba-addım irəliyirik və çox gözəl, möhtəşəm məsələlərə işarə etdi Arif müəllim həm keçən söhbətdə, həm də bu günləri sizdə həmçinin. Mən hər halda, yəni bunların hamısını deyirəm, təşəkkürümü bildirirəm. Biz sizə təşəkkür edirik ki. Amma mövzuya gələndə, baxın, mən bir dənə kəlmə ilə çətinliyin, sual verdiniz, gəlin bir dənə kəlmə ilə də cavab verim. Oldu, ayə deyir ki, biz sizi çətinliyə qısa və konkret. Çətinliyin fəlsəfəsi məsuliyyətdir. Məsuliyyət. Bu əvvəli axır. Cavabdehlik ruhu. Yəni, ümumiyyətlə hər kəsdə məsuliyyətlilik var, çətinlik var. Ona görə çətinlik məsuliyyət deməkdir. O ayə də gözəl, indəkə qadihun ilə Rabbikə qədhən fəmullah. Bənzəri də var. Bələd surəsində ləqəd xələqnəl insana fi kəbəd. Fi kəbəd, bəli. Yəni, baxın, maraqlı bir məsələdir. Dünyada tanınmış cərəyanlardandır ekzistensializm cərəyanı. Ekzistensializm cərəyanı vücud köklü cərəyandır ki, demək olar, əsasında tanınmış şəxsiyyətlər dayanır. Sartdır, Heideggerdir, Kierkegaarddır, Jaspersdir. Yəni, bunlar hər halda, bəli, vücud varlığın əsas olması mahi, yəni, demək olar, mərkəzində toplanırlar. İndi işim yoxdur, yəni, cərəyan özü nədən ibarətdir? Baxın, orada maraqlı bir dənə mövzu var. Sərhəd anlayışlar. Sərhəd anlayışlar. Sərhəd anlayışlar, yəni insanı həyata kökləyən anlayışlar. Ki, onlardan biri məsuliyyətdir. Onlardan biri məsuliyyətdir. Yəni, bilirsiniz ki, məhdudiyyət insanlıqla eynidir, ha? Bəli. Yəni, Quranda, mən elə biləm bunu çox yerdə, çox maraq, bu ayədən, bütün ayələrdən təbii ki, xoşum gəlir. Amma bu ayə çox möhtəşəm ayədir ki, insanın mahiyyətini açıqlayır. Leysə lil insan illa masa. Yəni, insan nədir? İnsan çəkdiyi zəhmət. İnsanın çəkdiyi zəhmətdən başqa bir şey deyil. Yəni, insan nəticədən ibarət deyil. İnsan çəkdiyi zəhmətdən ibarətdir. Nəticə aktualdır deyil. Əsas o hansı yönümdə hərəkət etməlidir. Nəticə andır. Zəhmət isə prosesdir. Proses məsuliyyətdir. Məsuliyyət çətinlikdir. Bu çətinlik dini termində təklifdir. Mükəlləfiyyət. Öhdəçilik. Yəni, bu ki, ərəb dində olur təklif. Deyirlər ki, filan kəs mükəlləf olur, təklifdir ki, bəzən bayağa baxırlar. Nəyə görə bayağa baxırıq? Bunun tərcüməsi Azərbaycan. Mükəlləf, yəni məsuliyyət daşıyırsan. Hər kəs məsuliyyət, fərqi yoxdur. Din, qeyri-din, dindar, qeyri-dindar. Hər kəs məsuliyyət daşıyır. Yəni, əxlaqın, Kantın əsas yenə terminlərindən biridir. İnsan əxlaqdan ibarətdir. Əxlaq məsuliyyətdən ibarətdir. Məsuliyyət iradəliklə bərabərdir. Bəli, məsuliyyət iradəliklə. Əgər sən iradəli bir varlıqsansa, məsuliyyət daşıyırsan. Əgər məsuliyyət daşımırsansa, deməli, insanlıq anlayışından. Bəzi adamlar, indi uzaqlaşmaq istəmirəm o mövzudan. Amma bəzi adam elə bir ki, məsuliyyət da, yəni, istəmir öhdəsinə nəsə alsın, istəmir məsuliyyət daşısın. Hətta bu pis vərdişlərin çoxu, narkotika, içki, bundan elə deyər ki, istəmir başa düşsün, istəmir yaşasın. Yəni, mən insanlıqdan təcrid oluram. Bunun fərqində deyil bu adam. Şəhidin Təhərinin bir qəşəng sözü var, bu deyir ki, dərdsiz insan normal insan deyil. Normal insan deyil. Dərd, yəni o özə də indi bir məsələ, baxın, siz məni aparırsınız ha tərəflərə, sonra gərək qayıda bilək də. Yəni dərd özü də bir nemətdir də, ağrı da bir nemətdir. Yəni əgər ağrı olmasa, sən heç vaxt onun artıyla gedib müalicəsi üçün çalışmazsan. Yəni ağrı olmalıdır ki, bəzi görsən insanın özündə hər hansı bir ağrı hiss etmədikdə ani şəkildə düşür, məsələn aradan gedir. Amma mən ağrıdır ki, məni sağlamlığa tərəf çəkir. Təbii ki, həmçinin. Yəni baxın, bu sualı verdiniz.
Çox maraqlı da məsələdir. Mən yəni qəsdimdə idi bu məsələni vurğulayım. Baxın, çətinlik heç də neqativ bir vəziyyət deyil. Neqativ vəziyyət deyil. Çətinliyin adı qorxuludur. Qorxuludur. Mən niyə bəs bu çətinliyə girməliyəm? Bəli, xeyr, çətinlik neqativ bir anlayış. Çətinlik sadəcə bizim həyat formamızın necə deyirlər, dərk hissəsidir. Yəni məsuliyyətdən anladığımız bir nəticədir. Nəinki çətinlik mənə verilib verilməyə də bilərdi. Yox, belə deyil. Çünki çətinlik zəruridir yəni. Zəruridir, varlığın tərkib hissəsidir. Yəni əgər çətinliyim olmasa, məsuliyyətim yoxdur. Məsuliyyətim olmasa insan deyiləm. İnsan deyirəmsə ya bitkisal bir varlığamsa, bitki ya heyvan ya bitki, təbii ki bu da deyil. Bu da deyil, axı insanam. Qayıdıram, axı insanam, Descartes-in artıq variant yoxdur. Artıq bir variant yoxdur. Dərk edirəm. Mən dərk edirəm axı. Buna bütün hər şeydə şəkk edə bilərəm, amma dərk etməyimdə şəkk edə bilmərəm. Mən dərk edirəm. Yəni dərk edirəm, əlbəttə, yəni maraqlı cümlə. Dərk edirəm nə deməkdir? Yəni mən məsuliyyətliyəm. Mən cavabdehəm. Amma baxın, bunlar hamısı ciddi məsələdir. Və budur ki, bir daha bizi yönəldir agahlıq anlayışına. Bilmirəm, mənim vaxtım var, yoxsa məni yönəldir agahlıq anlayışına ki, mən yəni istəmədik mən öz mövzuma qayıtmalıyam, ona görə mən gərək mövzumu toparlayım da. Çünki neçə vaxt danışırıq. Gərək həm tamaşaçılarda, həm özümüzdə də nəticə etibarı bir nəticəmiz olsun ki, bu məsələlər haqqında danışdıq. Baxın, biz nə dedik? Biz dedik ki, şəriət ayinlər və ayinlər əxlaqa yönəldir. Ayinlər əxlaqa yönəldir. Ayinlər batini aləmin zühurudur və batini aləm tərcümə elədim. Batini aləm əxlaqdan ibarət deyil ki, yaxşı olur, həm də bəli, onu bildik. Baxın, bir məsələ də bundan ibarətdir ki, ümumiyyətlə ayinlər ki, demək olar dedik ya, amma yenə də ayinlər agahlığın eynisidir. Mən buna görə bir çox maraqlı bir mifə işarə eləmək istəyirəm. Sizif mifinə işarə eləmək istəyirəm. Yunan dünyasında Sizif adlı bir şəxsdir ki, bu demək olar ki, Yunan mifologiyasından irəli gəlir ki, Sizif adında bir şəxs allahlara üsyan edir və allahlar onu cəzalandırırlar. Cəza nədən ibarətdir? Maraqlı bir məsələ. Cəza nədən ibarətdir? Bunu Albert Camus, ekzistensialist filosofdur, fransız yazıçısı, filosofdur, möhtəşəm şəxsiyyətlərdəndir Albert Camus ki, tanınmış Azərbaycanda da yəni kitabları tərcüməsi var. Taundur, Biganədir, həmçinin Sizif əfsanəsi mifidir. Elə bu kitabın öz adıdır. Sizif əfsanəsi. Çox maraqlı kitabıdır. Orada gözəl bir nəticə alır. Deyir, baxın, mən o mif ki, öz yerində, yəni Sizifi allahlar üsyan edir allahlara və allahlar cəza nədən ibarət? Cəza bundan ibarətdir ki, bir qaya kəsiyini, bir daşı, qaya parçasını dağın aşağısından qaldırmalıdır yuxarı və yuxarı, bəli, məşhur. Qaldırmalıdır yuxarı və yuxarı çatdıqdan sonra o qaya parçası diyirlənib düşəcək aşağı, o yenidən gəlib onu qaldırmalıdır yuxarı və bunu həmişə davamlı şəkildə bunu etməlidir. Bu cəzadan ibarətdir. Bu bura qədər, amma Albert Camus'un nəticəsinə bax, ekzistensialist. Bu mifdir. Bu mifdir. Albert Camus nəticə alır. Deyir ki, Sizifin xoşbəxtliyi nədən ibarətdir? Sizif bu əzabdan heç də dərd çəkmir. Nəyə görə? Xoşbəxtdir, nəyə görə? Ona görə ki, Sizif bilir ki, bunu həmişə edəcək. Konsiyazness, yəni agahlıq, özünə agahlıq. Yəni o kəs birdən əgər bir kəs bilməsə, bu işi gördüyünün fərqində olmasa, o əzab ondan ibarət ki, işin gördüyünün fərqində deyiləm. Amma əgər kəs, adam, gördüyü işin fərqindədirsə, o onun xoşbəxtliyidir. Hərçənd, üzr istəyirəm, çox bağışlayın Müzəffər müəllim. Hərçənd o iş çətin iş olsa da belə, baxın bunlar hamısı biz qaydıram var təklif anlayışı, şəriətdə bir gözəl təklif, yəni çətinlik. Başqalar, bu nə deyə, səhər elə durur yuxudansa, baxın, bəli, əgər bir kəs fərq yoxdur, o təklifi edən ya etməyən, əgər onun fərqində deyilsə, onun üçün əzabdır, dərddir. Mən bu ilə qanı olmayacaq. Bu dəqiqə mən tamamlayıram. Amma əgər
əgər onun fərqindədirsə, onun xoşbəxt əksinə, onun üçün fərəhdir, xoşdur. Yəni çox açıq ürəklə, gözəl şəkildə o işi görür. Qısa fasilədən sonra bunun açıqlamasını sizdən tələb edəcəm inşallah. Hörmətli tamaşaçılar, qısa fasiləyə ayrılırıq. قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي آيات الله حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلاتي آيات الله حمتني غمرتني بالبركات تحفظني من Hörmətli tamaşaçılar, yenidən sizi salamlayırıq qısa fasilədən sonra və Vaqif müəllimin bir açıqlaması borcu var bizə. Vaqif müəllimin sözü budur ki, Kamyo deyir ki, Sicif qaya parçasını davamlı şəkildə yüksəyə qaldırmaqdan itələyib yuxarı qaldırır, yenə qaya parçası düşür, yenə qaldırır və bu cansıxıcılıqdan əzab çəkmir. Niyə? Çünki bilir ki, işi bundan ibarətdir. Bunu açıqlayın tamaşaçılarımıza. Yəni, mən məşəqqətli bir işim olduğunu bilirəmsə, bu mənə niyə ləzzət verir? Bəli. Baxın, mən söhbətimi tamamlayım. Yəni, sual da maraqlı sualı təbii ki və o sualın əsnasında mən söhbətimi davam edeyim. Bu, çox həddindən artıq gözəl bir, həm mif özü maraqlı bir anlayışdır və həm Albert Camus'un təbii ki, nəticəsi gözəl nəticədir. O agahlıq anlayışı, yenə də mən qeyd elədim, söhbətin birinci hissəsində də demişdim ki, ekzistensializmdə sərhəd anlayışlar var. Sərhəd məsələn məsuliyyət, məsələn agahlıq. Bunlar çox önəmlidir. Mahiyyət deyilir də, sərhəd hardasa. Bəli, məsələn insan mahiyyəti, məsələn insan mahiyyəti. Yəni insanı bir növ insanın fikri insanı əmələ sürükləməlidir. İnsanın fikri insanı əmələ, həyata atmalıdır. Əgər insanın fikri ilə həyatı eyniləşmirsə, həyat heç vaxt qurula bilməz. Mənasızdır. Yəni mənim fikrim başqa bir şeydir, həyatım başqa bir şeydir. Amma bu özü sistem yoxdur. Bu özü bir başqa bir mövzudur. Gərək danışaq ki, necə olur bu, amilləri nədir, necə dəyişə bilərik, bilmərik, hansı mənadadır. Amma Sizif heç vaxt əzabından, ona verilən cəzadan narahat deyil Sizif. Nəyə görə Sizif narahat deyil? Çünki Sizif bilir ki, bu həmişə bu işi görməlidir. Baxın, burada nədən ibarətdir? Bu məsələdə insan mahiyyəti dayanır. Yəni ümumiyyətlə insan mahiyyəti nədən ibarətdir? İnsan mahiyyəti kamil bir varlıq deyil. Aydın məsələdir. İnsan Allah deyil ki, mahiyyət varsa məhduddur. Allah deyil ki, kamil varlıq, elmi varsa kamil deyil. Allah Teala buyurur: "Vallahu axrajakum min butuni ummahatikum la ta'lamuna şey'a." Heç də bilmirdiniz. Yəni siz dünyaya gəldikdə heç nə bilmirdiniz. Bu bir, iki, çox maraqlıdır. Və ma utitum minəl ilmi illa qalila. Bu qədər şey öyrəndən sonra da yenə də qayıdıb deyir ki, həm mən vermişəm elmi, həm də az vermişəm. Yəni öyrəndiyiniz də çox cüzi bir miqdardadır. Yəni nə qədər bilsəz, yenə cüzi miqdardadır. Yəni insan mahiyyəti məhduddur. Hətta insan bu məqamda aksiyomaları da biraz şəkk edir ki, bədihiyyata. Görəsən bunun əsl mahiyyəti nədən ibarət? Bəli. O mövzu qalsın sonralara ki, ümumiyyətlə necə öz həllini tapır. Çünki epistemologiyanın ciddi mövzularından biridir ki, aksiyomalara biz necə nail ola bilərik, bilmərik və s. axır. Amma söz bundan ibarətdir ki, insan mahiyyəti məhdudluqdur. Yəni siz demək istəyirsiniz ki, bu Sizif bilir ki, mənim bir funksiyam var, o da bundan ibarət ki, mən bunu edeyim. Bəli. Yəni nəticə etibarilə. Huzuri elmlə, vicdanı ilə bilir. Biraz açıqlama verin, bəli. Yəni insan mütləq belə deyil ki, bütün hər hansısa bir zaman zəhmətdən azad ola bilər. Hər hansısa bir zaman mən çətinlikdən azad ola bilərəm. Baxın, çətinlik... Yəni, məqbul deyil bu fikir. Bu, ümumiyyətlə məqbul deyil. Çətinlik, zəhmət insanın zatıdır. Qismən də olsa olacaq. İnsanın zatıdır. İnsandan ayrılmazdır. Yəni, insan sözün poz yerinə çətinlik. Tamam, qutardı getdi.
insandan ayrılmazdı. İstəyir dünyaları sənə versinlər. Çox gözəl bir. O qədər mənim xoşum gəlir o Ərifə duasının cümləsindən Arif müəllim keçən söhbətdə idi, əgər səhv eləməmsə işarət. Mazab vəcədə mən fəqədək və mən ləzi fəqədə mən vəcədək. Səni tapan nəyi itirib və səni itirən nəyi tapıb. Çox möhtəşəm. Baxın nəyi çatdırır. Yəni insan ümumiyyətlə istəyi ilə reallıq təzaddadır. Sonsuzu istəyirik, reallıq baş verən nədir? Sonsuzu istəyirik, reallıqda baş verən nədən ibarətdir? Əgər sonsuza agah olmasaq, belə deyək, xoş həyat tərzi bizdə yaranmır. Elə cümlələri mən seçim eləyirəm ki, negativ, yəni kiməsə deməsin ki, yox bu nə, yox, yəni müsbət cümlələr, pozitiv cümlələr. Yəni nəfsani istəklərimizi məntiqimizə uyğunlaşdırmasaq mümkün deyil. Yəni mən əgər amma sonsuzu istədikdə, mən sonsuzu istəyirəmsə və ona tərəf kədhən, ona tərəf addımlayıram, hərçənd çatmıram, amma bilirəm addımlayıram. Bilirəm addımlayıram. bu xoşbəxtlik. xoşluq verir insana. Xoşluq verir insana. Hərçənd çata bilmərəm amma mən kamil ola bilmərəm ki. Düzdür. Biz Usta Şəhid Mütəhhəri Allah rəhmət eləsin. Çox gözəl, bilmirəm nə qədər. Mən burada bir mənə razı bu yer Usta Şəhid Mütəhhəri ilə dava eləyəsiz də. Usta Şəhid Mütəhhəri buyurur. Herhalde biz sizdən eşidirik, sizdən yapmışıq. Təbii ki. Usta Şəhid Mütəhhəri buyurur ki, biz hətta salavatda belə salavat deyəndə bəzən deyirlər ki, biz salavatı zikr eləyirik özümüzün ucalması üçün. Hətta peyğəmbərin ucalmasıdır. O şəhidin öz fikridir yəni. Peyğəmbərin ucalması nə üçün? Çünki peyğəmbər də Allah ola bilməz ki, hər an orada da ucalma anlayışı var. Yəni mənəvi aləmdə həmişə Allaha yaxınlaşmaqdadır. Həmişə Allah. Bəli, yəni insanlara nisbətdə ən kamili peyğəmbər. İndi başa düşdüm niyə deyəcəksiniz ki, onun fikridir, ixtilaflı fikirdir. Təbii ki də. Yəni mən hər halda sığortalı sözünüz. Yəni peyğəmbər ərəblər demişə masivəllah, peyğəmbər Allahdan savayı digər məxluqlara nisbətdə kamildir. Mən onun cümləsini tapmışam. Sizin köməkliyi icazə verir. Allah ki intihasızdır, seyirdə aydın məsələdir. Bu peyğəmbərə də aiddir də. Qəbul eləməyənlər də var. Allahümmə salli ala Muhammed və ali Muhammed. Yəni salam və salavat olsun peyğəmbərə. Qəbul eləməyənlər də var ancaq. Gərək indi söhbət olunsun, bəhs olunsun. Olsun, nə olar? Fikirdir, elmdir, inkişaf eləyir. Yəni belə də olmalıdır. Yəni bir tərəf qəbul edir, bir tərəf qəbul etmək istəyirəm. Deyim ki, insandan bizim insanın belə deyək, xoş və naxoş, insanın fərəhli, qeyri-fərəhli, insanın belə müsbət və mənfi hamısı və hamısı yatır bunda ki, mən öz mahiyyətimə agah olmalıyam. Öz mahiyyətimi bildikdə, öz həddimi bildikdə, bütün həm öz həddimi bildikdə, həm addımlarım mənalanır, həm addımlarım mənim üçün gözəl olur, həm çətinliklər mənə yüngül olur. Çətinliklər, bəli, çətinlikdən böyüyür. Çox gözəl bu. Çətinliklər yoxa çıxmır. Bu yanlış anlayışdır ki, elə bir vaxt gəlsin ki, sənin heç bir çətinlik, yanlış duadır. Necə heç bir çətinlik olmur? Ola bilərmi insan olsun çətinliyi olmasın? Ola bilərmi insan olsun kədhən olmasın? Kəbəd, ərəb, Quran ibarələrini olmasın? Yox, amma ola bilər ki, insan olsun, agah olmasın. Bu bədbəxtlikdir. Amma ola bilər də insan olsun, bütün zəhmətlərə rəğmən agah olsun. Bu xoşbəxtlikdir. Allah razı olsun Arif müəllim. Amma bu bəhsimiz yenə əftər qaldı. Yenə yəni davamı olmalıdır. Çünki bu elə bir mövzu deyil ki, xoşluq aşıqı olan kütlə birdən-bir desin ki, hə, Vaqif müəllim düzdür, filosoflar düzdür, elə çətinliklə mən elə həzz ala bilərəm. Sizin sözünüzə dəstək alacam indi Arif müəllimdən. Çünki bu eyni mövzudur, Quran-Kərim. Amma mövzu davam eləyəcək. Təbii ki, mən inşallah, əgər indi vaxt olarsa ki, söhbət eləyəcək, vaxt olmasa gələn proqramalarda, verilişlərimizdə danışacaq ki, mən çünki burada sözüm var. Yəni bizim bu dediyimiz prosesə,
yəni ayinlərin əxlaqa, batini aləmin təzahürünə və agahlığa mane olan tərəflər. Bəli, maneələr. Bax bu ola bilsin sizin o sual əngəllər barəsində və təbii ki, maneələr barəsində mənim sözüm var və həll yollarında həll yollarında və bir də ki bu məsələlərin sosioloji sahədə, yəni məndən çıxır indi sizinlə münasibətdə. Bu hərəkət ictimai olmadıqca mədəniyyətə çevrilmədikcə xeyri ona görə burada söhbətlər var ki, soralar yəqin ki danışarıq. Təşəkkür edirik. Arif müəllim, biraz sizin də öz sözünüzdə buyurasınız. Mən sualımı verim, o sualın içində onu da aparın. İcazə verirsiniz mən elə o sizin məsələsini. Elə onu demək istəyirdim ki, Vaqif müəllimin dediklərinə Quran və hədis aspektindən, aynasından zəhmət olmasa. Bəli, o düzgündür, yəni o düzgün sözdür ki, insan çətinliksiz, yəni bu dünyada dünyanın özü ilə çətinlikdir, yəni dünyaya gəlişi insanın çətinlikdir. Bəli, o Əli əleyhissalamdan biri deyəsən, Əli əleyhissalam yanında bu məzmundakı dua edirdi, Allah mənə bəla vermə, bəla çətinlikdir, çətinlik. Bəla göstərmə ki, Həzrət nədən buyurdu ki, elə demə. Mümkün deyil. Mümkün deyil. Bəla, azdıran bəlanı buyurur ki, azdırıcı, yəni bəla səbəb ola, insan gərək bəla görə. Bəla görə Allah üzü ağ çıxar. Onu düzgün istifadə eləyə, düzgün baxışı ilə, düzgün yanaşma ilə bu gərək istifadə eləyə, Allaha tərəf hərəkət eləyə. Amma ümumi qayda belə demək olar ki, indi qeyri-dindarlar da görürsünüz, olubdur tarix boyu, məşəqqətlər görüblər, amma görsən xoşluq ilə elə, yəni o məşəqqətləri dözüblər. Bu nəyə görə? Bu, yəni belə bir qayda deyə bilərik ki, bir var hədəf, bir də var o vasitələr. Bəli. Vasitə. İndi hər bir indi qeyri o dindar aləm olsun ya dindarlıq aləmi olsun, o da belədir. Bir var adam hədəfə baxanda İnnəməl həyatı əqidətun və cəhad söhbəti var idi. Elə. İnsan yəni o həqiqətə o vasitənin özünə baxanda o əməl ki, məsələn, məşəqqətdir, çətinlikdir. Vasitənin özünə baxanda bu çətinlikdir. Yəni adam yol çətin görünür. Elədir. Amma yox, hədəfə baxanda o hələ qeyri-dindarları deyirlər. Ki, məşəqqətlər görüblər, əzablar, məsələn, karyera qazanmaq üçün nələrdən keçir. O hədəflərinə baxıblar, dözüblər. Bəlkə də elə, yəni yaxşı da praktikada onlar bizdən çox irəlidədirlər elmi praktikada. O cürdür. İndi qalsın ki, yəni onlar da hansı hədəf güdürlər. Amma indi biz yəni o dindarlığa tətbiq eləsək, dindarlıq aləminə məsələn namaz özü da müəyyən bir feildir, əməllərdir ki, durmaq, oturmaq, əyilmək. Bunun özünə baxanda, yəni çətindir ki, bəli, o innə salata fəinnəhə ləxəbirətün buyurur, namaz çətindir. Bəzisi, yəni, hətta mütəvazı olmayan adama çox çətin gələr, ağır gələr. Yəni, o işin özünə baxanda çətinliyi var. Amma o hədəfə baxanda hədəf Allah Taaladır. Amma insan var, namazsız yaşaya bilmir. Namazsız həyatın mənasını bilmir. O hədəfə baxanda ki, Allah Taaladır. Ki, indi Allahın əzəmətini dərk eləyir. Ən ideal rabitədir. Rabitədir. O mənəvi, o hədəfə baxanda Allahın özün əzəmətini dərk eləyəndə xəşyət, əzəmətdən yaranan o qorxudur. O təbiidir ki, inləl xaşiin. Ki, namaz çətindir, məgər dediyim kimi, yəni bu cürdür. Yəni o vasitənin özünə baxanda Əli əleyhissalamdan ki, zahirən nəsil bələğədə olmalıdır. Buyurur dünyaya, dünyanın özünə baxanda səni kör eləyəcəkdir. Mən bəs əbsərə fiha, dünyanın özünə baxanda adamı kör eləyəcək. Amma onun vasitəsi ilə baxsa, o adamın gözünə... Mən üzr istəyirəm, sizin sözünüzə qüvvət bir misal var, o müdrik adamların bir misalı var. Çox şuma hədislərdən götürülür belə. Deyək ki, dünya suya bənzəyir, okeana, dənizə, suya bənzəyir. İnsan onun üzərindəki gəmidir. O su olmasa gəmi hərəkət edə bilməz. Gəminin hərəkət funksiyası suda olmaqdan ibarət. Amma bir şərtlə ki, gəmi suyun üzərində olsun. Su gəminin üzərində olsa, gəmi batacaq. Nə qədər ki, gəmi suyun üzərindədir, o sizin sözünün qüvvəti. Bir də verilişə gəlməmişdən qabaq bir möhtərəm ruhanilərdən biri, mərhum Əli Səfaidən bir söz dedi.
çox gözəl söz idi. Deyir ki, bilmirəm hədislərdən götürmüşdü ya alimin öz nəticəsi idi, ya hədis idi səhv eləmirəm. Deyir ki, Kəvsər, o İnna-ətəynəkəl Kəvsər, Kövsər çoxlu xeyir deməkdir də, xeyir bərəkət deməkdir. Bitməyən xeyir bərəkət. Deyir ki, Kövsər o idi ki, Peyğəmbərə verilmişdi də. Peyğəmbər əleyhissalam Kövsərə malik idi, nə deməkdir? Mənası bu idi. Qarşıya çıxan bütün hadisələrdən və fürsətlərdən maksimum faydalanmaq. Çox maraqlı təhlildir. Sizin dediyiniz o çətinlikdən başqa bir şey yoxdur. Yəni, bu Peyğəmbər əleyhissalam bir hədisi də var, buyurur ki, çətinlikdə sizin üçün bərəkət var. Özünüzü çətinliklərə atın. Yəni, İnsan istəyirsə maksimum faydalansın, Kövsəri əldə eləsin, gələn hər bir bəlanı, hadisəni fərqi yoxdur. Bəla xoşa gələn də ola bilər, xoşa gələn Cavadi Amilinin bir dənə keçən söz var, deyir. O bir nəfərə çoxlu rifah yetişdirsə, gedin deyin ki, səbirli oldu, Allahın sınağıdır, Allah kərimdir. O başa düşmür imtihan olduğunu. Halbuki o xəstəlikdən daha çox pis imtihandır ki, ondan insanı bədbəxt eləyə bilər. Xəstəlik yenə adamın qəlbi sınır filan olur. Hər bir hadisədən maksimum faydalanmaq və hadisələr təbii ki, nə qədər çətin olsa, o qədər insana daha çox fayda verir də. Buyurun, mən istədim sözünüzə Əfzəlul əməl o hədis ki, əhməz və ən üstün əməl, ən çətinidir. Əlbəttə ki, orada da o niyyət, Vaqif müəllim deyən kimi, o niyyət məsələ. Yoxsa biri... Hədəfə baxış mühümdür. Biri yəni görsən, çətin iş görür, amma o hədəfi Allah Teala deyil. Yəni, o niyyət mühümdür ki, o əməli qaldıran da o... İləhi yəsədül kəlimat dayyib, salihə yərfəu. Əməl ilə həmahəng olmalı. Yəni, niyyət düz olmalıdır. Amma düz niyyət qalır düzdə. Onu qaldırmaq üçün gedək praktik olsun. Bir daha o, yəni belə xülasə eləyəndə Sizifin o, yəni o ki, yəni işi rahat görür, o hədəfinə baxır, o asan görür. Amma yox, indi o hədəf mümkün deyil, düzgün olmayan hədəf, batil olur. Agahlığın dərəcəsinə baxır. O cürdür. Amma hədəfə baxmayanda o vasitə özü çətinliklər vasitələrdir. O vasitəyə baxanda, çətinliklərin özünə baxanda, hədəfə baxmadan, özünə baxanda onlar insan üçün ağırdır. Və hədəfə baxmaq da idrakdır, mərifətdir, agahlıqdır. Onu bilmədikcə, o siz bayaq dediyiniz söz ki, bilir, nə eləyir onu. Yəni, əsas məsələdir. Bilirəm də nə üçün eləyir. Bunu belə demək olarmı ki, nə üçün elədiyini bilir? Təbii ki. Nə üçün elədiyini bilir? Təbii ki, qazanacaq onu bilir. Bəli. Yəni, ümumiyyətlə, hardan gəlir o biliyi, ümumiyyətlə, hardan qaynaqlanır və ümumiyyətlə, bunu hara aparıb çatdıracaq, hara qədər gedir və proses nədən ibarətdir? Baxın, bu proses ciddi prosesdir də ki, dini terminologiyada deyirlər, məbdə və məad və mən o məşhur Əli Salamın cümləsi Tuba limən əliməmin əyn və fi əyn, bu həmən prosesdir Cəfər müəllim sizin dediyiniz kimi. Yəni, hardan gəlir bu məsələ? Bir dəfə biz bunu antoloji yanaşırıq məsələyə. Antoloji, yəni mən varlıq olaraq hardan yaranmışım. Bir dəfə epistemoloji yanaşırıq. Mən hardan bilirəm ümumiyyətlə, biliyim hardan gəlir. İndi mən hansı vəziyyətdəyəm və mən hara gedirəm, hansı istiqamətə. Söz var, mən sözünüzü də kəsdim. Bizim klassik ədəbiyyatımızda, şeir ədəbiyyatında, qəzəl janrında, ümumiyyətlə şeiriyyatda, irfani şeirlərdə belə bir ifadə var. Biz, yəni o filosoflar ki, sual verirlər, ümumiyyətlə insan hardan bilir? Allah Teala buyurur ki, və ma utitum, mən verirəm. Biliyi mən verirəm. Biz, Allah Teala hardadır, haradan verir, hansı kanalına verir, heç nə bilmirik. Şairlər buna yoxluq adı qoyublar. Və ümumiyyətlə, irfan ədəbiyyatında dəb budur, adət budur ki, insanın əsas elmini insana çatdıran sözdür də, sözdür. İnsan ya Peyğəmbərin sözündən eşidir, ya Allahın sözündən eşidir. İlk kəlmə, ilk yaradan kun ilə ol. Kun fəyəkun. Şairlər bunu çox şirin şəkildə deyirlər. O Füzulinin məşhur sözü var. Xəlqə ağzın sircini hərdən qılır izhar söz. Ağız dedikdə o mənbəyi nəzərdə tutur. Bu nə sirdiyi kim olur hər ləhzə yoxdan var söz. Yox o, yəni o yerini bilmədiyimiz nəzərdə tutulur. Arif müəllim
verilişimizin sonlarıdır. Bu mövzunun bu hissəsini necə deyərlər bir müxtəsərləşdirək, xülasə edək. Bizim demək bəhsimiz bundaydı ki, həqiqət dindarlığın nə faydaları var? Bir əsas faydasını ki biz deyirdik, indi keçən verilişdə, bu verilişdə də onun davamı idi. Allahı tapmaqdır ki, İmam Hüseyn əleyhissalam buyurur, səni tapan nə itiribdir, nə əldən veribdir, səni itirən də nə tapıbdır. Bu barədə ən böyük, yəni dindarlığın ən böyük faydası Allahı tapmaqdır. İnşallah başqa faydalarını da danışarıq. Allah razı olsun. Siz Vaqif müəllim, bir cümlədən bizə. İnşallah gələn verilişdə təbii ki, söhbətimizi tamamlayacağıq, amma belə oldu ki, əvvəldən də belə başladıq ki, həm psixoloji zəmində, həm sosioloji zəmində dinin təsirləri və dinin mahiyyəti ümumiyyətlə bunun haqqında danışırdıq. Mən psixoloji zəmində dedim, 3 sahədə ehkamların və ayinlərin təsiri olmalıdır ki, özünü göstərsin. Ehkam olaraq, şəriət olaraq mənalansın. Olmasa olmaz ki, əxlaqdır, batin aləmin zühurudur, agahlıqdır. Ki sonra inşallah gələn söhbətlərimizdə həm maneələr haqqında və həm də sonra sosioloji, yəni cəmiyyətə keçid mövzusunda gərək söhbət edək ki, görək məsələləri inşallah. Çox təşəkkür edirik. Allah razı olsun. Hörmətli tamaşaçılar, bununla da verilişin sonu çatır. Gələn verilişlərə qədər Allahın amanında. قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي